Kimdən başlayaq? Həmişə Nərgiz müəllimə axıra qalır. Nərgiz müəllimədən başlayaq. Aha, salam müəllimə. Salam, buyurun müəllim. Avropanın Birinci Dünya müharibəsi ərəfəsindəki xəritəsi və onun müasir siyasi xəritəsi ilə müqayisə edin. Burada Birinci Dünya müharibəsi ərəfəsindəki xəritə göstərilib. Məsələn, Türkiyənin yerində Osmanlı imperiyasıdır, Rusiya imperiyası var. Almaniya daha orada Avstriya, Macaristanda indi Şərqi Avropa ölkələri yerləşir. Sonra Britaniya imperiyası var, amma hal-hazırda məsələn orada Böyük Britaniya və İrlandiya dövlətləri yerləşir. Burada büyük değişiklik var. Evet. Burada başka bir ne yoktu? Yani diğer suallar sadece şagirdler için de. Yani keçək bura. Hamısını deməyinizə gerek yok. Aha. Dünyanın siyasi xəritəsinə əsasən ölkələri qruplaşdırın. Sahəsinə görə ən böyük Rusiya dövlətidir, Rusiya Federasiyası idi. Sahəsi 17 milyon kvadrat kilometrdir. Ondan sonra ABŞ, Kanada idi, Çin idi, ABŞ idi, Hindistan idi, ilk 5-liyə daxil olanlar. Kiçik dövlətlərlə Azərbaycan özü, Belçika, sonra Gürcüstan, Ermənistan bunları misal göstərə bilərik. Mikro dövlətlərə isə cırtdan dövlətlər, məsələn, San Marino, Liechtenstein, sonra Monaco, Malta və s. Coğrafi mövqeyinə görə ada, yarımada, dəniz sahili, materik daxili, ada, İngiltərə özü, sonra Yaponiya, Malta dövləti, Şri-Lanka, Madagaskar və s. Yarımada Səudiyyə Ərəbistan, orada yerləşən ərəb dövlətlərinin əksəriyyəti Yəməndir, Omandır, Türkiyə, Kiçik Asiya yarımadasında, Koreya Respublikası, Koreya Xalq Demokratik Respublikası. Dəniz sahili də, məsələn, Araq dəniz sahilində yerləşənlər Tunisdir, Əlcəzairdir, sonra başqa Finlandiya və s. Materik daxiliyyədə dünya okeanına çıxışı olmayan ilə Azərbaycan, Gürcüstan, Türk dövlətləri və s. İnkişaf səviyyəsinə görə inkişaf etmiş və inkişaf etməkdə olanlardan, məsələn, inkişaf etmişlər ABŞ-dır, Kanadadır, İtaliyadır, Böyük Britaniya, Fransa. Etməkdə olanlar da, məsələn, Azərbaycan, Braziliya, Hindistan və s. Evet, 2. Bir dəqiqə. İlki böyük coğrafi kəşfləri yadınıza salın. Onların müstəmləkəçilik sisteminin yaranmasına təsirini izah edin. Böyük coğrafi kəşflər İlk Dünya səyahəti idi 1519-22-ci illər. Amerikanın kəşfi idi 1492, bir də Hindistana su yolunun kəşfi idi 1498. Deyir ki, müstəmləkəçilik sisteminin yaranmasına təsiri necədir? Məsələn, İspaniya, Portuqaliyadan İlk Dünya səyahəti, sonra Amerikanın kəşfi başlanıldı. Məsələn, İspanlar, Portuqallar həmin əraziləri zəbt etməyə başladılar. Elə ona görə də Yerli ərazilər tapmaq deyildi də, müstəmləkəçilik, ələ keçirmək. bəli, ələ keçirmə. Məsələn, orada faydalı qazıntıları mənimsədilər, taladılar, neynədilər bu şəkildə. Sonra yeni dövrdə dünya əsasən hansı ölkələr tərəfindən müstəmləkələrə bölünmüşdü. Elə yeni dövrdə də bu güclü ölkələr misal göstərə bilərik. Məsələn, Böyük Britaniyanın özü olsun, İspaniya olsun, Fransa, xüsusilə Fransanı deyə bilərik. Bu ölkələr tərəfindən müstəmləkələrə bölünüb. Burada 7 ölkə qeyd olunub. Çox maraqlı mənə gələn Polderlərdir. Bəli, ABŞ-dır. Mənə ən maraqlı gələn ABŞ-dır burada. Bir də ki, Çinin polderlərindən Onu mən də soruşasıydım ki, Elə ABŞ-la O bir söz var ya, artıq mal göz çıxarmaz. Mənim fikrimdə odur, başqa heç bir səbəbi yoxdur. ABŞ, Çin, digərlərini başa düşürük də, Yaponiya, Singapur, ərəb ölkələrdir, Qətərdir. Niderland zaten həmin hissə çökür də, ABŞ-dan Çin mənə də maraqlı gəlir.
Müəllimə, burada kəmiyyət, keyfiyyət dəqiqlikləri var mətndə. Onlar deməliyəm. Bəli. Məsələn, kəmiyyətə nə deyək? Məsələn, burada deyir EDB təşkilatında birləşdi, SSR-dən çıxan ölkələrin Bilirsiniz çoxu. necə Bu eləyək keyfiyyətə başdan başlayım. Elə bil ki, bax, məsəl üçün bu buradan başlayın bir-birdə. Hər cümlə hansına aiddir? Yəni öz-özü bir də birinci oxu, sonra neynəməyin də başa düşdünüz nə demək istəyirəm? Bəli, bir də heç nə yoxdur, deyir, yadda qalmışdır. Bax, mən Sonra sizə kömək deyir, eləyim. Bax, buradan bura, sonra deyir 80-ci illərin sonunda Avropada sosializmə qarşı hərəkat başlandı. Burada da elə bir şey yoxdur. Bu əvvəlcə Berlin divarlarının sökülməsi 1990-cı ildə deməli ADR və AFR-nin birləşməsi ilə başa çatdı. Bu birləşdisə, onda kəmiyyətdir də, kəmiyyət olar. bəli, birləşdi. Sonra bu elə həmin vaxt SSR-nin tərkibində olan respublikalar sosializmə qarşı çıxdı. Bu çıxışlar 19 deməli deyir ki, SSR dağıldı. Bu da dağılsa yenə kəmiyyətdir. Müstəqil dövlət yarandı, yenə kəmiyyətdir. MDB təşkilatında birləşdi, keyfiyyətdir. BMT-yə daxil olması keyfiyyətdir. Sonra müqavilələr bağlandı, əməkdaşlıq etdi. Bu da keyfiyyətdir. SSR-nin ardınca Yugoslaviyanın parçalandısa kəmiyyətdir. İqtisadi təşkilatlara qəbul edilməsi keyfiyyət, Avropa İttifaqına üzv olması keyfiyyət. Sağ olasınız. Tamamilə doğru. Bitirdiniz. Sonra 2-də deyir, hansı hadisə dünya sosializm sisteminin dağılmasının başlanğıcı oldu? Hansı hadisə? Hə, o şey deyir, Berlin divarlarının sökülməsi 1980-ci illər. Sosializmin başlanğıcı, bəli, o 91-də o ixtisaslar olur, 90-cı illərdə. O sosializmin dağılmasına səbəb oldu. Bir də deyir, SSR-nin dağılması müstəqillik qazanan ölkələrin inkişafına necə təsir etdi? Təbii ki, müsbət təsir edər də, dövlət müstəqilliyi əldə edir. Müstəqillik əldə etdik, bəli. Əlbəttə. Bu cədvəldə verilmiş dövlətləri buna ehtiyac yoxdur. Bizə bilirsiniz nə lazımdır? Bu ölkələr bir. Deməli. Birdən bax, bir Rusiyadır. Sonra 2 Estoniyadır. 3 Latviya, 4 Litva. Sonra 5 nədir? 5-i bilmədim. Dışarıdadır. Sloveniyadır. Sloveniya, hə, Sloveniyanın çıxışı var idi da, Atlantik arasında. Sonra 6 Ukrayna yuxarısında Belarusiya idi. 7 Ukraynadır, 8 Polşadır. 9 Polşanın aşağısı Almaniyanın həmsərhəd. Bunlar qarışdırırım. Karlovy Vary suyu. Hə, Çexiya. Bəli. Deməli 9 Çexiya, 10-11. Bunlar hamısı sosialist olan ölkələrdir, elə? Şərqi Avropa. 10 Slovakiyadır. Slovakiya. 10 Slovakiya. 11 Macaristan. Sonra 12, 13 dal-dalına. Orada 16 bilən Albaniyadır. Sloveniyanın yanı. 12 Xorvatiya. 13 Bosniya-Hersegovina. Bunun çıxışı var. O qədər balaca bir yerdir. Yəni çıxması ondan yaxşıdır. Sonra 14 Çernogoriya. 15 nə oldu dediniz?
Montenegro, Serbiya. Serbiya. 16 Albaniya 16 deyək. Albaniya, 17 Makedoniya. 18-19 biri Bolqarıstan, biri Rumıniya olmalıdır. Deyirsən, o Böyük olan Rumuniyadır. Kiçik olan Bolqarıstandır. Bolqarıstan. Sonra nə qaldı burada? 20 qaldı, 20. 19-un yanında. Özüm seçmir. Hə, de burada. Hə. Baltik neymiş? Qaradənizə çıxış olmayan. Nədir o? Moldova. Moldova. Hə, Moldova. Bunlar da Ruslar rahat. heç. Yaxşılardı. Aha. İndi bir dənə bu sadə tapşırığı da işləyək, bitirək bu bəhsdə. Ölkənin paytaxtının köçürülməsi, cəmiyyət, süni adaların yaradılması, cəmiyyət, üzv olduğu iqtisadi birliyin dağılması, keyfiyyət, hərbi təşkilata daxil olması, keyfiyyət, ölkə iqtisadiyyatının sahələri arasında sənayenin rolunun artması, keyfiyyət, ölkələrin sərhədlərinin dəyişilməsi, cəmiyyət. Tamamdır, doğru. İndi keçək sual müəllimə. Buyurun. Başdakı sual oxuyum. Rəhmət olmasın. Verilən ölkənin coğrafi mövqeyini müəyyən edin. Mən bu Kanada dövlətinə oxşayır. Kanada. Harda yerləşir və Qərb yarımkürəsində yerləşir. Şimali Amerika materikində, Amerika qitəsində. Hansı ölkələrlə həmsərhəddir? Mən bir dənə deyəsən yeganə ABŞ-la. Yox. Meksikan təkcə ABŞ-dandır mı? Başqa sərhəddə də var. Çox üzr istəyirəm. Kanadan, bəli, ABŞ-dandır. Düzdürsünüz. Mövqeyi onun inkişafına necə təsir göstəribdir? Yaxşı təsir inkişaf edir. Yəni İnkişaf 3 dənə ölkə çıxışı var inkişafına. İllərə aid olan ölkədir. Tamamında doğru. İndi keçək bura. Fəaliyyət 1. Ekranı görürsünüz mü? İtirdim müəllim, qoyum tapıram. Nə oxuyum? Fəaliyyət 1. Görürsünüz müəllimə tapşırığı? Mən böyüdə bilmirəm ki, oxuyam. Mən deyim də sizə. Deyir ki, hər hansı bir ölkə seçin, onun fiziki coğrafi mövqeyini, iqtisadi coğrafi mövqeyini, bir də siyasi coğrafi mövqeyini təhlil edin. Bir dənə ölkə seçin, istənilən bir ölkə. Məsələn, tutaq ki, mən ABŞ tutaq ki. Bəli, tutaq ki, onun fiziki coğrafi mövqeyini qeyd edin. Mən fiziki coğrafi mövqeyi əlverişlidir. Belə ki, okeanlara çıxışı var. Şimali Amerika materikindədir. Mövqeyin deyirəm də fiziki coğrafi. Bəli. İndi iqtisadi coğrafi mövqeyi deyək. İqtisadi coğrafi mövqeyi. Yenə onun okeana, dənizə çıxış yolu varsa, iqtisadi coğrafi odur ki, dünyanın müəyyən iqtisadi təşkilatlarda elə bil ki, təmsil olunur, onlara üzvdür. Həmçinin dünyanın belə deyək də iqtisadi əlaqələri var. Neft satır, alır bu şəkildə. Siyasi coğrafi mövqeyi nədir? Siyasi coğrafi mövqeyidə nəhəng inkişaf eləmiş ölkədir. Bir çox ölkələrlə, yəni iqtisadi əlaqələr güclüdür.
Başqa? Elə bil ki, bunlar hamısı onun inkişafına səbəb olur. Belə. İndi keçək, burada çox maraqlı mikro, mezo, makro mövqe var Böyük Britaniyanın. Bunları təhlil edək. Buyurun. Bəli, Böyük, Aha. bəli, Böyük Britaniyanın geosiyasi mövqeyini, yəni 3 səviyyədə deyil. Aha. Mikro mövqe nədir? Mənim ərazisi haqqında danışıram. Həmin mikro mövqe, bəli, ərazidə tutduğu yer. Böyük Britaniya adasında yerləşir. Dövlətin adı İngiltərədir. Bir hissəsi İrlandiya dövləti təşkil eləyir. Onu Avropadan ayrılan La-Manş və Pas-de-Calais boğazı. Olasınız, elə bu əsas. Və Şimal dənizində də çıxışı var. İndi keçirik mezo mövqe. Mezo regionda tutduğu yerdir. Regionda müəllim elə 4 inkişaf eləmiş 7-lərdən 4-ü burada yerləşir. Biri də Böyük Britaniyadır. Məlasınız. Bu yaxın zamana qədər də Avropa Birliyinə üzv idi. Elə bil ki. Amma oradan da çıxdı, elə bil ki. İndi keçin makro mövqe, dünyada tutduğu mövqe. Dünyada necə tanıyırıq İngiltərəni? Dünyada müstəmləkə. Bəli, bir sıra adaları var, elə bil ki, müstəmləkəçidir və da müstəmləkəçiliyini qeyd edə bilərik bu formada. İndi keçək Türkiyə ilə Rusiyanın geosiyasi mövqeyi. Deyir, regionda siyasi vəziyyəti Türkiyənin. Geosiyasi vəziyyəti o da bizim kimi siyasi münaqişələr orada Suriyadır. Orada Kürt problemi var. Pis dövlətləri bizim tamamilə doğru. Rusiyada vəziyyət necədir? Orada da elə Rusiya elə həmişə münaqişəli zona olubdu. İndi də ki Ukrayna dövləti olan tamamilə doğrudur müəllimə, əlasınız. Ölkənin müttəfiqlərə, rəqiblərə görə mövqeyi. Yəni əsas müttəfiqləri nədir Türkiyənin? Hansı təşkilata üzvdür? Türkiyə əsas müttəfiqləri türk dövlətləri olardı müəllim Türkiyənin. NATO-nun üzvüdür. Əsas müttəfiqləri olardı. Biz də dediyimiz kimi türk dövlətləri. Bəs Rusiyada müttəfiqləri hansıdır? Əsas MDB ölkələri olar. Tamamilə doğru. MDB-dir. Rəqibləri? Bəli, əsas rəqibdə həmişə ABŞ olubdu. Bəli, tamamilə doğru. Bəli. Qonşu ölkələr və ölkənin daxilində siyasi vəziyyət. Türkiyədə dedik terror var, daxili. Rusiyanın daxilində vəziyyət necədir? Bəli, daxildə nətər faydalı qazıntıları zəngindir. Ondan sonra vəziyyət. Etnik problemlər var da orada. Etnik problemlər var. Bəli. Və 2-yə baxın. 2-də mənim verilmiş, mən oxuyum mu? Bəli. Verilmiş ölkələrdən materik daxili mövqeyə malik olan, lakin əlverişli geosiyasi mövqeyə və yüksək iqtisadi inkişaf səviyyəsinə malik olan ölkələr. Demək, materik daxili olsun, amma yüksək inkişaf səviyyəsi olsun. Bir deyirəm. Cavab. İnkişaf eləmiş ölkədir. Materik daxili deyil, getdi. Meksika. O da inkişaf Meksika. Bəli. Meksikada mənim Latin Amerikası ölkələri içərisində inkişaf eləmiş ölkədir. Materik daxil deyil. Avstriya. Avstriya mənim inkişaf eləmiş materik daxili. Bəli. Bunu götürdük. Avstriyanı. Monqolistan da materik daxilidir. İnkişaf eləmiş ölkədir. Çexiya.
Mən Çexiyada orta inkişaf yoxsa Çexiya, Yaxşı Çexoslovakiya. normal inkişaf edib və materik daxilidir. Götürürük Əfqanistan, Bu da materik daxilidir, kasıb ölkədir. düzdür, İsveçrə, İnkişaf eləmiş müəllim İsveçrə. bəli, Materik daxili. götürürük. Kanada, Kanada da materik daxili deyil, inkişaf eləmiş ölkədir. bəli, tamamilə doğru. Götürdük biz Avstriya, İsveçrə, bir də ki, əlavə olaraq da Avstriya, İsveçrə, Çexiyanı. Burada çox sağ olun Şəlalə müəllim. Burada bir layihə dərsi var. İndi Qarabağ qələbənin coğrafi amilləri. Elə bil ki, Həyat müəllimə, siz deyin bunu. Bu önəmli dərsdir. Hər nəyə qəbula düşüb neçə illərdir. Şuşanın, buradan oxuyum, Şuşadan. Zəhmət olmasa. Şuşanın azad edilməsinin əhəmiyyəti haqqında nə deyə bilərsiniz? Hı. Şuşanın azad edilməsi haqqında nə deyə bilərik? Müəllimə, coğrafi olaraq biz buna deyirik ki, Şuşanın azad edilməsi ilə bütün strateji yüksəkliklər Azərbaycanın, necə deyərlər, ələ keçirdi. Çünki Keçdi. Şuşa nisbətən hündür idi, dağlıq idi və nəticədə elə bil ki, bu daha da təkan verdi də həmin qalibiyyətimizə, belə deyək. İndi gəlin, burada qələbənin təbii var, iqtisadi, hərbi, bir də siyasi amilləri. Yəni bizə cümlələr verilə bilər ki, seçin deyə. İndi başlayaq təbii. Müzakirə edən oxuyum. Bəli. Vətən müharibəsində qələbənin təmin edilməsində təbii, iqtisadi və siyasi amillərin təsiri. Təbii amillər relyefin çətinliyi, Hı -hı. yüksəklikdə yerləşməsi, Hı -hı. iqtisadi amillər, Ermənistanla Azərbaycan arasında baş verən Hı -hı. münaqişəsi, Bəli. Hərbi. sonra hərbi də İqtisadi odur ki, iqtisadi cəhətdən biz daha öndəydik də, yəni texnika cəhətdən də. Hərbi də Bəli. həmçinin dediyimiz kimi hər biz sahədə də irəlidəydik. Siyasidə bəs nə deyə bilərik? siyasidə elə bir ki, siyasi nətər deyə bilərim? Siyasi arenada da həmçinin necə deyirlər, dövlət xadimlərimiz də həmçinin prezidentimiz də o da mübarizə aparırdı siyasi arenada, xüsusilə Türkiyə məsələlərin neytrallaşmasında bizə kömək edirdi. İndi bu qoşulmama hərəkətıdır. 2019-cu ildən Azərbaycan elə bil ki, ora başçılıq edir və bu qoşulmama hərəkatına üzv olan ölkələr bu xəritədə göstərilib. Yəqin ki, çox eşitmisiniz qoşulmama hərəkatını. İndi müəllimə, mən sizə rayon deyəcəm, burada elə metodik əsasında. Siz orada inkişaf etdirilə biləcək kənd təsərrüfatını deyin. Yəni dərslikdə olan deyəcəm sadəcə mən sizə. Ağdam. Ağdamda kənd təsərrüfatı, turizm, Kənd təsərrüfatını hər dəfə xırdalayın müəllimə. Yəni üzümçülük, taxılçılıq, bəli. Şuşa. Şuşa turizm, Bir də bir də ki, elm. düzdür. Şuşa turizm, elm. Füzuli. Füzuli də üzümçülük, taxılçılıq, heyvandarlıq. Ağlasınız. Bir də ki, nəqliyyat müəllimə. Nə var da orada? Hava limanı. Bəli. Zəngilan. Zəngilanda qızıl hasilatı, nəqliyyat. Düzdür, dağ mədən. Kəlbəcər. Kəlbəcərdə də qızıl, civə, Bəli, hasilat sahəsinə hasilatı, aiddir. bəli. Laçın. Turizm. Ağlasınız. Laçın, turizm. Laçında da civə, kurort turizm Laçında da, heyvandarlıq Ağlasınız. olar.
Qubadlı. Bizdə Kəlbəcərdə yadımdan çıxdı. Burada bizim rayonda arıya baxanlar var, orada arıçılıq. Bəli. Oran balı deyirlər, yaxşı olur, düz deyirsiniz. Bəli. Qubadlı. Qubadlı da turizm, heyvandarlıq. Bəli. Dağ mədəndə olar orada. Cəbrayıl son olaraq. Cəbrayıl da taxılçılıq, kənd təsərrüfatı. Bəli. Bir də müəllimə, Bir də, elə bil ki, elektroenergetikanı deməliyik Cəbrayıla, o Araz çayı üzərində Xudafərin su elektrik stansiyası var. Bir də Kəlbəcərdə deyəcəyik ki, elektroenergetika. Bunu biz xırdaladıq. Qarabağa böyük qayıdış hansı problemlərin həllinə səbəb ola bilər? Aha. Bunu bir dənə deyin, zəhmət olun. Bu nələri, amillərin hamısını dedik. Bayaq. Bəli. Bir dənə bu ikini deyin, zəhmət olmasın. Qarabağa böyük qayıdış layihəsinin həyata keçirilməsi hansı problemlərin həllinə səbəb ola bilər? Bu iqtisadiyyatın inkişafına, sonra yeni iş yerlərinin açılmasına, işsizliyə, düzdür. Sonra kənd təsərrüfatı məhsullarının istehsalına. Düzdür. Bunların hamısına səbəb ola bilər. Əla, çox sağ olun müəllimə. Gülyan müəllimə, buyurun. Ümumiləşdirici tapşırıq. Birdən başlayaq. O yoxdur yəni ki, mənim elə bil. Çıxıbmış. Biz Nərgiz müəllim onda. Fiziki, iqtisadi və siyasi mövqeyi qiymətləndirən zaman nəzərə alınan amilləri müəyyən edin və cədvəli tamamlayın. Fiziki, coğrafi mövqeyi, yəni yerləşdiyi ərazi, nəzərə alınan amillər, məsələn, relyefi nəzərə alına bilər, materik daxili və yaxud ada, yarımada dövləti olması, okeana birbaşa çıxışının olması, iqtisadi, coğrafi mövqeyi, iqtisadi coğrafi mövqeyi dedikdə inkişaf səviyyəsi, məsələn, inkişaf etməkdə olan, siyasi coğrafi mövqeyi dedikdə isə məsələn qonşuluq münasibətləri və s. Tamamilə doğru. Şəlalə müəllimə, ekranı görə bilirsiniz? Müəllim, siz bu oxuyanlar 10-cu sinifin kitabındadır. Bəli. Neçənci paragrafdır? Mən onu Ümumiləşdirici tapşırıqlarda. Səhifə 174-dür Şəlalə. özüm deyirəm ki, görəm mənim kitabımda yoxdur. Oxuya bilirsinizmi? Neçənci sualı oxumalıyam? Yine. Dünyanın açmışam ekranı. Dünyanın siyasi xəritəsi müəllim, dünyanın siyasi xəritəsinin formalaşmasının ən yeni dövründə və onun nə? Ən yeni dövrdə baş vermiş dəyişikliklər hansılardır? Ən yeni dövr. Dünyanın Kitabdan mı oxuyursunuz onu siz? Buradan mı oxuyursunuz, kitabdan mı? Kitabdan tapabildiniz mi? Kitabdan yox, tapmadım. Onda mən şəklini çəkib sizə atıram qrupa. Oradan görünür. Həyat önümə siz oxuyun. Mən atıram şəlaləmə və gözləyim. Bütün dünyada sosialist müstəmləkə sistemi yaranmış və genişlənmişdir. Bu səhvdir. Latın Amerikası, Asiya və Afrikada müstəmləkə sistemi dağılmışdır. Bu bir. Yer kürəsi müstəmləkə
ki, o ölkələr tərəfindən yenidən bölüşdürülmüşdür. Bu da səhvdir. Monarxiya dövlət quruluşu formasına malik olan dövlətlərin sayı artmışdır. Bu da səhvdir. Deməli, düz oldu 2. Seri, Yugoslaviya və Çexoslovakiya yeni müstəqillik dövlətlərə parçalanmışdır. 2-5. Şərqi Avropa ölkələrində sosialist müstəmləkə sistemi dağılmışdır. Məncə 2-5-6-dır. 2-5-6 düzdür müəllimə. Şəlalə müəllimə 3-ü görə bilirsiniz. Sizin telefonunuza, yəni sizə haqqında belə deyim. Bəli, münaqişələr Kontur xəritədə 3. kontur xəritədə verilən rəqəmlərə əsasən coğrafi mövqeyi aşağıdakı xüsusiyyətlərə görə qruplaşdırın. Materik daxili, yarımada ada, əlverişli iqtisadi coğrafi mövqeyi olan ölkələr. İndi onları mən bir-bir deyim. 1 deyin hansıdır, 2 deyin hansıdır? Mən Böyük Britaniyadır. 1. Panama. O 7-dir. Elə. Bir Panama dövlətidir. Panama dövlətidir mənim materik daxilində deyil, yarımada ada. Əlverişlidir. İqtisadi coğrafi mövqeyi əlverişlidir. Aha, 2-yə baxın. 2 Monqolistan dövlətidir. Materik daxilidir, əlverişsiz coğrafi mövqeyi var. Əlasınız 3. 3 hardadır? Madagaskar. Hə, Madagaskar mənim, o da ada dövlətidir, Hind okeanına çıxır. Ada dövlətidir, başqa? Başqa heç nə müəllim. Sadəcə onu deyirsiniz. 4. Hə. 4. Hə. Mənim 4 İsveçdir. Bəli, İsveç. İsveç dövlətidir. Yəni yarımada dövlətidir. Ondan sonra Bəli, yarımada. 5. 5 Paragvay dövlətidir. Bəli, bu nədir? O da daxilidir müəllim, çıxmır heç ara. Türk daxili. Əlasınız 6. 6 Misir dövlətidir, o da dünya okeanına çıxır. Qırmızı dənizdən də, yuxarıdan da. Əlverişlidir. 7. Əlverişlidir. Mənim 7, bayaq dedim, Böyük Britaniya, o da ada dövlətidir. Düzdür. 8. Hindistan dövləti yarımada dövlətidir. Düzdür. 9. Avstraliya deməlim, o da Avstraliya, yəni yeganə materik qitədir, dövlətdir, Avstraliya İttifaqı. Hansına aiddir? Əlverişli. Əlverişli coğrafi mövqeylə üç okeanada çıxır. 10. Onda əlverişli. Onda var. Bəli, onda əlverişli. Hə, onda mənim Amerika, ABŞ. Bəli. Nərgiz müəllimə 4. Peki. Dünya okeanında iqtisadi mövqeyə malik olan dövlətləri seçin. Mən burada test şəklində verib. Deməli, bir olmaz. 4. Hə. Dünyanın siyasi xəritəsinə əsasən Çinin geosiyasi mövqeyini 3 səviyyədə səciyyələndirin. Mikro mövqeyi, mezo, makro. Mikro, yəni yerləşdiyi mövqedir. Dünya okeanına çıxışı var. Əlverişli iqtisadi coğrafi mövqeyə malikdir. Dənizlər, körfəzlər, nə bilim, boğazlar. Əhatə olunub. Mezo mövqeyi isə qonşu dövlətlərə görə mövqeyidir. Məsələn, Rusiya ilə həm sərhəd olması əlverişlidir. Bir çox dövlətlərlə həm sərhəddir. Makroda dünyada mövqeyidir. Yəni inkişaf etmiş ölkələr kateqoriyasına aid olmasa da dünyada öz sözünü demir. Emalatxanası adlanır. Həyat müəllimə 5.
Dünya okeanda iqtisadi zonaya malik olan dövlətlər, iqtisadi zona 200 millik dəniz milinə uyğun olanlar olar. Bəli, Bir bu Əfqanistan variantlara olmaz. baxın. Əfqanistan olmaz. 2 Fransa, Hı. Boliviya, İsveçrə olmaz. Malaziya, Rusiya, Çexiya olmaz. Kanada, Nigeriya. B variantı 2, 5, 6, 8, 9. Düzdür. Şəlalə mənimlə bir dənə baxım 6-nı göndərmişəm. 6-ya baxın zəhmət olmasa. 6. Ha, yox göndərməmişəm. Gözlə. Mən Göndərim. 6. Və axırıncı atdığım şəkildədir. bəli. Ölkənin geosiyasi mövqeyinə təsir edən amillər hansılardır? Üdümün həcmi Aid deyil. yox. Amma aiddir. Aid deməli. Adam başa düşən geosiyasi. Sonra 2. Təbii ehtiyatlar. Aid deməli. Adam Ben başa biliyorum. düşəni, hə. O Mövqe əsas yəni. amillər var idi, bir də digər. Hərbi büdcə nüvə. Hə, mənim o da aiddir. Relief faydalı qazıntı. Relief faydalı qazıntı geosiyasi aid deməli o da. Aid deyil. Ölkə daxili sabitlik. O da aid deyil. Aid. Aid. Ay mənimə aiddir. İnzibati ərazi quruluşu. Yəni o aid deyil. İnkişaf səviyyəsi. İdarə etmə forması. Mənim o aiddir. Aid deyil müəllimə. Aid deyil idarə etmə Niyə? forması. İdarə etmə formasına görə. Onun nə dəxli var ki, məsəl üçün ölkə gəsi, nə bilim, unitar, federativ onun fərqi var ki, siyasi təsir dairəsi. Siyasi təsir dairəsi. Qarşı-qurş oldum ya mənim. Siyasi təsir dairəsi. Siyasi təsir. Aiddir. Müəllimə, o geosiyasi mövqeyin var idi, necə deyim sizə, mənfi cəhət, daha doğrusu əsas amillər, bəli, digər amillər də. Orada bu ərazi olmasa aid. Müəllim, təbii ehtiyatlar əsas amildir ki. təbii ehtiyatlar yox. Əsas deyil Ona məncə. aid yazdıq, bəli. Əsas deyil. Müəllimə, onu siz vərəqi çevirirsiniz, baxın burada. Müəllimə var da burada təbii resurs, Bəli. ehtiyat, mən belə götürdüm bunu. Bax, iqtisadi güc, üdümü, hərbi güc, təbii resurs, siyasi, ölkə daxili sabitlik və vətəndaşlıq. Bu 6 dənə şeydir. Mən deyirəm necə götürmüşəm, resurs, təbii ehtiyat belə götürdüm mən bunu. İndi burada var. Kimdə idi növbə? Azərbaycanın mənfi, bir də ki, müsbət cəhəti var idi. Məndə idi müəllim. Aha, bir ümumi şəkildə bunu şərh edin bizə. Müsbət cəhəti ola bilər ki, Xəzər dənizinin sahilində yerləşir. Yəni dünya okeanına kanallar vasitəsilə belə olsa çıxmaq imkanımız var. Mənfi də materik daxili mövqedir. Yəni hər hansı bir okean sahili. Biz Avropadan Asiyaya necə deyirlər, çıxan yolun üstündəyik. Pilosdakı gəmi qara xətti var ya Xəzərdə. Bəli. Deyə bilərik ki, mənfi də dünya okeanına birbaşa çıxmağımızın olmamağıdır. Bəli. İndi. Bir dəqiqə, bu məncə sonuncu bölməmiz olacaq, 9-cu bölmə. Bir dənə qoy mən bunu neyniyim? Sabah 3 hamıya uyğun idi dərs üçün. Mənə uyğundur. 5-ci. Bir dənə mən baxım, bir dənə abituriyent qrupumda neçədədir dərs bir dəqiqə. Abituriyent oktyabrdır. Baxaq. Hə, 3 olacaq. 3-də keçə bilərik sabah. Sabah təkrar günümüz olacaq. İndi dərsdən sonra mən tapşırığı deyəcəm sizə. Növbəti 6-cı günə bu dərslikdən verəcəm. Dərslik plus test 6-cı gün üçün.
Biz sonuncu bu bölmeye gelmişik. 9. bölme. Məncə sonuncu bölmə olacaq. Hə, əla. Buradan da sonuncu bölməni elə bütöv verəcəm. Burada layihə dərs filan var, nə bilim qlobal ekoloji problemlər filan var. Onun öhdəsindən gələcəyik. İndi gəlin keçək bizim bu 10-cu sinifin testlərinə. Aha, getdik. Necə gedək? 5-5 gedək. 5-5 gedək məncə. Həyat müəllimə, buyurun. Buradan. A variantından. Paleozoy erasının dövrlərini qədimdən cavana doğru ardıcıl yazın. Paleozoy erasının dövrləri. Bu mən heç təkrar edeməm. Cambry, Kembri, Erdevik, Silur bunlar idi. sonra Ee, silur, daş kömür, bir də ki pera. Kembri, Ordovik, Silur, daş kömür, Devon, silurdan sonra Devon. Devon, Silur. Devon, silur, daş kömür, perim. Hə, mən yuxarıdan aşağı tərsinə gəldim. Saydız. 2. Kembri, Ordovik, Silur, Devon, daş kömür, perim. Bəli, 2. Uyğunluğu müəyyən eləyin. Dağlar, dağ əmələ gəlməm, sahil, Çerski, Ural. Sahil dağlar. Sahil Mezozoy. İraq olsun. Alp. Sahil Alp'tır. Yegane orada olan Alp sahildir. Çersk. Çersk. Hansı İraq? Kaledon Hersin. İraq olsun müəllimə. Çersk, Verxoyansk, Mezozoy. Uralda Kaledon Hersin. Bax, bu sahilə Alp. Çerska, Mezozoy, Urala da Kaledon Hersin. İndi 3-ə baxın. Xəritə sxemdə göstərilən məntəqələrdə hansı geoloji dövrün süxurları yayıldığını müəyyən edin. Geoloji dövrün. Ahanı. Değil mi? Əlimi qoydum. Əlimi qoydum. Kaynazoy. Neogendir müəllimə. Bu Abşeron Qobustan neogen. Elə demirik. Dövr deyir. Dövr. Bəli, neogen. B. Neogen. B. Paleogen. Əlasınız. C. C neydi? Qarabağ vulkanik yaylasında nə var? 4-cü dövr. 4-cü dövr demək istədim. Bəli. 4-cü dövr. Bəli, bəli. Getdik. Testimiz çoxdur. Aha. Coğrafi ifadələrə uyğun gələn terminlər. Kür-Araz ovağının Xəzər sahili ərazilərində dəniz dalğalarının fəaliyyəti nəticəsində yaranan relyef formaları, bu abrazyon, Düzdür. Sonra səhra və yarım səhralarda külək və akarsuların eroziyası nəticəsində formalaşan əkinə yararsız girli torpaqlar, bu nə idi? Külək və axarın. Ay Allah, nə idi o? Tənəkvari dərin. Yo, təknəvari yox. Bedlent. Bedlent. Bəli. Dağ çaylarının düzənliklərə qovuşduğu ərazilərdə yaranan yelpikvari relyef formaları. Bildiyim adi şeylər yadımdan çıxıb indi. Bu nə idi? Dağ çayları. Oxumalıydıq. Dağdan düzənliyə çıxanda nə yaradır? Gətirmə. Gətirmə konusları. Bəli. Keçdik 5-ə. Xəritə sxemdəki rəqəmlərə uyğun gələn coğrafi obyektləri müəyyən edin. Bir hanı? Burada. Oy. Bir Kür-Araz ovalığı. İçindəki düzləri deyin. Çox ümumi getdiniz. Şirvan düzü. Düzdür. 2. 2 Kiçik Qafqaz dağların. Kiçik Qafqaz deyə dağ varmı? Yəni ümumi getməyin.
Xüsusi gedin. Zirvəsini deməliyik. Yox, dağın silsilənin adı. Murov dağı oxşuyur bu. Bir ağ olsun. Murovdağ burdadır. Bu Qarabağ. Qarabağ. Hə, Bəli. başa düşdüm. 3. Bu da yan silsilə. Bəli, 3 də yan silsilə. Çox sağ olun, var olun. Nərgiz müəllimə 6. Müasir geosinkronal vilayətlər litosfer tavalarının sərhəd zonalarında yerləşir. Düzdür, litosfer tavaları. Bu vilayətlər geosinkronalın 3-cü mərhələsindədir. İnkişafının, bəli. Burada fəal tektonik proseslər davam edir. Tez-tez Dağa əmələ gəlmə. dağa əmələ gəlmə. Tez-tez deməli litosfer tavasının sərhədidirsə, onda zəlzələ, vulkan hadisələri Bəli. Silindirik proyeksiyada tərtib edilmiş xəritə sxemdə verilmiş məntəqələrin təhriflərin azalma ardıcıllığı ilə yazın. Ən çoxdan aza. Ən çox olar A-da. Bir ağ olsun. Az çox yox, T var orada. Hə, T-də, sonra A-da, B-də, C-də, Y-də, D-də. Bəli. Ən az ekvatorda olur. Mərməciyim. Şimdi sizə bir gözəl sayfa düşdü. Burada məncə məsələ də olacaq. Aha. Deyir, ən az generalizasiya və təhrifə məruz qalan xəritələr topoqrafi xəritələrdir. 1 bölünsün 10.000-dən 1 bölünsün 200.000-ə qədər. Belə xəritələr kiçik əraziləri əhatə etdiyinə görə demək olar ki, bütün coğrafi obyektlər müfəssəl təsvir edilir. Topoqrafi xəritələrin legendası digər xəritələrə nisbətən daha zəngin olur. Sonra mətn əsasən böyük miqyaslı topoqrafi xəritədə təsvir edilən şimaldan cənuba və sonra şərqə doğru axan çayın ümumi uzunluğu 16 sm-dir. Həmin çay ən kiçik miqyaslı topoqrafi xəritədə neçə santimetr ola bilər? Deməli, ən kiçik miqyaslı topoqrafi xəritə ola bilər 1 bölünsün 200.000. 1 bölünsün 200.000-i 5 sıfır silərik. 1 santimetrdə 2 kilometr, 16 santimetrdə. Yoxsa bizdən nə soruşur? Bizdə santimetr soruşur. Şimaldan cənuba, sonra şərqə doğru axan çayın uzunluğu. Çayın uzunluğunu tapıram burada. 1 santimetrdə 2, ikisi 16, ikisi də eləyir 8. Çayın uzunluğu olur 8 kilometr. Deyir ki, böyük miqyaslı topoqrafi xəritə. Burada böyük miqyaslı topoqrafi hansıdır? Böyüyün Böyük 1 bölünsün 10.000-dir. 10.000, bəli. İndi 10.000-ə əsasən tapın. 16-nı tapıram da. Bəli. 0.1, 0.1, 16-ya 2, 16-nı da 0.1-ə vuranda neçə eləyir? Vuraq. Elə bir bəli. 1.6 Bəli. Deyir ki, şimaldan cənuba, şərqdən qərbə ümumi uzunluq bu qədərdir. Biz 1.6 kilometr bunun nəyini tapdıq? Uzunluğunu tapdıq. İndi ən kiçik də burada 1 bölünsün 200.000 olar. Bəli. 1 santimetrdə 2 kilometr, ikisi də 1.6 kilometr. 0.8 belə. Onda bölürük. 9. Hansı miqyaslı topoqrafi xəritə üzərində çayın təsiri daha çox, hansında daha az generalizasiyaya məruz qalmışdır? Təbii ki, 1 bölünsün 200.000-də, yəni daha kiçik miqyaslı olanda daha çox tərifə məruz qalıb. Daha az olanda isə daha az. Düzdür. Yəni 10.000-də daha az. Sonra ona baxaq. Topoqrafi xəritənin legendasına əsas verilən kəsmə yüksəkliyə əsasən çay haqqında hansı məlumatları təyin etmək olar? Məsələn, çayın axın istiqamətini tapa bilərik. Hansı istiqamətdə axır? Düzdür. Meylliliyini, düşməsini uzunluğa bilərik. Düzdür.
11 Şəlalə müəllimə. Şəlalə müəllimə burdasınız? Burdadır Şəlalə müəllimə. Mən buradayam amma oxuya bilmirəm. Açqım da var, onu da oxuya bilmirəm. Nədir bunun adı? Nədə göndərmişəm də, oradan da oxuya bilmirsiniz? Oradan nə tər oxuyurlar ki? Telefonda SMS-i açın, qrupun SMS-ini. Plan xəritə və qlobus üçün ümumi olmayan əlamətlər. Ümumi olmayan plan, xəritə, qlobus. Təhrifsiz təsvirlərdir. Bu ümumi deyil müəllim. Kartoqrafik təsvirlərdir. Bu ümumidir. Miqyas təsvir. Burada miqyas, içində də miqyas olur. Yer kürəsinin bütöv təsviridir. Bu da aid deyil müəllim. Yer kürəsinin ümumi deyil də, bəli, düz deyirsiniz. Sonra ümumi deyil, bütöv təsviri, planın adı deyil amma. Yer kürəsinin kiçik miqyaslı təsviridir. Kiçik miqyaslı. Mənim qlobusa aid deyil də bu. Ümumi deyil. İşarəti işarəli təsvirdir müəllim, bu ümumidir. Bəli, cavab oldu 1, 4, 5 B bəndi. Aha, 12. Evet. 12. Coğrafi şəbəkənin şəbəkələrdən fərqli xüsusiyyətləri. Coğrafi şəbəkənin kartoqrafik şəbəkələrdən fərqli xüsusiyyətləri. Coğrafi şəbəkənin kartoqrafik. Globus üzərində təsvirdir. Bu nətər başa düşmədim amma mənim. Coğrafi şəbəkə qlobusdadır. Kartoqrafik şəbəkə xəritədədir. Meridian və paralellər kəsişir. Demək, biri götürürük, sonra. Yarımkürələr xəritəsində təsvirdir. Deyil. Hə. Təhrifsiz təsvirdir müəllim. Təhrifsiz. Düzdür də, qlobusda təhrifsiz olur. 1, 3. Təhrif yoxdur. İstiqamətləri təyin etmək mümkün deyil. Mümkündür. Paralellər çevrə şəklində göstərilir. Düzdür müəllim. Yox. Bəli, bəli. Paralellər çevrə şəklində göstərilir, düzdür. Meridianlar düz xətt şəklində göstərilir. İçində də eynidir. Cavab olur Y. 1, 3, 5. 1, 3, 5. Bəli. İndi 10-ca baxın. Mən ekrana baxmağa nə edirdiniz, vurun baxın. Mən deyirdim, siz ekrandan mı oxuyursunuz, yoxsa nəyə? İndi ekrandan oxuyuram müəllim. Yəni deyirsiniz, çəkdim, atdım, oradan oxuyun, onu bilmədim. Qrupa girin, qrupa daxil olun, oradan da oxuya bilərsiniz özünüz. Telefonunu qabağınıza tutub elə oxuya bilirsinizmi? Sxemdə verilən M məntəqəsindən 0 dərəcə azimutla 90 dərəcə, sonra 90 dərəcə azimutla 60 dərəcə hərəkət edən təyyarənin çatdığı məntəqənin coğrafi koordinatlarını təyin edin. Deməli, mən M məntəqəsindən 0 dərəcə azimutla gedir, şimala. 0 dərəcə azimutla gedir. 0 dərəcə azimutla 90 dərəcə gedir. Bəli, hara çatırsınız? 0 dərəcə azimutla 90 dərəcə gedəndə şimala gedirsiniz 90 dərəcə. Elə 90 dərəcə. Qütbə çatırıqdan mənim. Yox. 40 cənubdadır. 40 cənubdan 90 şimala getsəz hara çatarsınız?
40 dərəcə cənubdan 90 şimala getsək, oradan 40 dərəcə, oradan 50 dərəcə oradan Bəli, 50 şimal enliyinə qütbə çatırsınız. gedərik. Qütbə çatmırsınız. 50 Çatmırıq dərəcə. mı? Yox, niyə çatırsınız? Baxın, buradan 40 dərəcə getdiniz ekvatora, sonra da 50 dərəcə şimala gedəndə 50 şimal enliyinə çatdınız. İndi bu M 20 şərqdədir. 20 şərqdən 40 şərqə getsə hara çatarsınız? 60 dərəcə. 90. 60 dərəcə. 0 azimutla 90 dərəcə, sonra 90 azimutla 40 dərəcə. Bu niyə olmadı? Dəqiqə. 90 azimutla 40 dərəcə gedirsiniz. M məntəqəsindən 50 şimal enliyinə gedirsiniz. Burada bilirsiniz necə, bu səhv verilib. Cavaba baxıram. 20 şərq uzunluğu. 20 şərq. Elə A olmur, Mərvə. Greenwich'e çatır, oradan da 20 dərəcə. Dəqiqə. Yox, bu 20 qərbdir, üzr istəyirəm, 20 qərbdir. Elə bil ki, buradan 50 şimala getdimi, 20 qərbdən də 40 şərqə gedəcək. 40 şərqə gedəcək. O da 20 şərq. Bəli, düzdür mənim, çox sağ olun. A bəndi. Mən bunu səhv baxıram bayaqdan. 20 şərqlə eləmişəm, A bəndi olur. İndi keçək 14. Əcəmə, bu sualları cavabları ilə atarsınız da qrupa baxaraq təkrar. Atacam. Baxın, 14. 14. Kürə səthinin müstəvi səthinə keçirilməsi necə adlanır? Generalizasiya. Bəli. Yox. Generalizasiya niyə? Generalizasiya yox, ayrı. Kürə səthinin müstəvi səthinə köçürülməsi. Kürənin müstəviyə köçürülməsi müəllim. Bəli. Kartoqrafik proyeksiya. Bəli, kartoqrafik proyeksiya. Növbəti 15-ə də baxın. Müstəviyə. Təhrif xüsusiyyətlərinə görə proyeksiyalar bərabər bucaqlı, bərabər sahəli. Bəli. O bilməlmədir. Bərabər formalı deyir. Bərabər formalı. Formalı yox, necə olmalıdır? İxtiyari. İxtiyari, bəli. Bərabər sahəli. 15-də də oldu D. Bərabər bucaqlı, bərabər sahəli, ixtiyari. Nərgiz müəllimə? Yox, Həyat müəllimə. 16. Konus proyeksiyasında tərtib olunmuş xəritələrə aid olan xüsusiyyətləri müəyyən eləyin. Yüksək enliklərdə yerləşən ərazilərin xəritəsinin tərtibində istifadə olunur. Yüksək enliklər qütbətrafı enliklər deyil. Bu düzdür. Paralellər qövsvari formada çəkilir. Bu da düzdür. Meridianlar və paralellər bir-birinə paralel bu çəkilir. Səhvdir. Ekvator xətti 0. Bu da səhv. 1, 2. Düzdür. B bəndi. B. B bəndi, Baxın. Şəkildəki kartoqrafik proyeksiya növünə aid əlamətləri müəyyən edin. Bu azimutaldır. Müstəvinin kürəyə toxunma nöqtəsində təhrif olmur. Bu səhvdə olur. Yox, olmur, düzdür. Qütbətrafı ərazilərin, qütbətrafı deyil, qütblərindir. 1, sonra meridianların forması təhrif edilmir. Meridianların forması təhrif edilmir. Yarımkürələrin xəritəsi bu proyeksiyada tərtib edilir. Bu da düzdür. 1, 4. Bütün okeanların sahəsi bu səhvdir. 0 təhrifli xəttə malikdir. 1, 4, 6 var. 1, 4, 6 yox. Müstəvinin kürəyə toxunma nöqtəsində təhrif olmur. Müstəvinin kürəyə toxunma 1. Meridianlar yox, qütbətrafı ərazilər. Bu da səhvdir. Deməli, 2-lər səhvdir, 2-lər getdi. Belə baxaq.
meridianların forması təhrif edilmir. Yarımkürələrin bu da düzdür, bütün okean. 2'lər, bir də 5'lər getsin. 2'lər, bir də 5'lər. Yox, onda da düz gəlmir axı. Mənə İki. ilişdiniz burada. Gəlin baxaq. Bu şeydir də azimutal. Deyir müstəvinin bəli. kürəyə toxunmasıdır, düzdür. Qütb ətrafı Düzdür. ərazilər təsvir olunur da. 2, bir də ki yarımkürələrin xəritəsi də bu məktəbdə istifadə etdiyimiz yarımkürələr şeydən Bəli, tərkib onu da olunur da. bilirdim. Bu məni çaşdırdı. 2 qütb ətrafı ərazilərin. 1, 2, 4. 1, 2, 4. Hə. A bəndi. 1, 2, 4. Nədir bir dəqiqə? 18-i. Hə, deyir bu aşağıda qalıb. Hə, okey. Sahəsi 512,5 kvadrat kilometr olan adanın xəritədəki sahəsi 20,5 santimetrdir. Xəritədə adanın şimal və cənub ucqar nöqtələri arasında məsafə 11 santimetrdir. Bu nöqtələr arasında həqiqi məsafəni kilometrlə hesablayın. Necə Ona yol görə gedək? Bir də oxuyam gərək. Sahəsi onu adanın xəritədə 20,4. Xəritədə adanın şimal və cənub ucqar nöqtələri arasında 11. Bu nöqtələr arasında həqiqi məsafəni. Mən həmişə demişdim müəllimə, əvvəlcə bax bura qədər oxuyun. Bax bu nədir? Həqiqi sahə. Burada xəritədəki Bəli. sahə. Demək biz nəyi Bəli. tapa bilərik? Həqiqi sahə var, xəritədəki sahə var. Miqyası. Miqyası. Bəli, miqyas nəyə bərabərdir? Miqyas bərabərdir. Həqiqi sahə bölünsün xəritədəki sahə. Amma kök altında. O da edir 5. 5. 5. Tapdıq bunu. İndi 5 sizin miqyasınızda 11 nədir? 11 də nə idi? Xəritədəki Məsafə. məsafə. Həqiqi məsafəni necə tapaq? Miqyası 5-i 11-ə vururuq. Bəli, bu qədər. O da edir 55. C variantı. Bəli. 19. Yarımkürələrin fiziki xəritəsini əsasən təyin etmək olar. Yarımkürələrin materiklərin yerini, ölkələrin sərhədlərini, süxurların mənşəyini, əhalinin sıxlığı, adaların sahəsi, çayların axın istiqamətini. 1. Düzdür. Sonra ölkələrin sərhədlərini. Fiziki xəritədə yox, bu səhvdir. Süxurların mənşəyidir səhv. 1, 5. Bir də 1, 5 əhalinin sıxlığı da yox. 1, 4, 5 olur da onda. Bəli, B bəndi. 1, 4, 5. 1, 4, 5. Sonra Bir dəqiqə. 20. uyğunluğu müəyyən edin. Proyeksiyalar, proyeksiyalar. Bərabər bucaqlı, bərabər sahəli, ixtiyari. Materik və okeanların ərazilərini bir-biri ilə müqayisə etmək üçün istifadə olunur. İxtiyari. Yox. Müəllimə, sahə deyirsiniz, sonra da ixtiyarını götürürsünüz. Bu nətər olur? Hə. Bu bərabər sahəli. Bəli. İstiqamət və 2A. İstiqamət və bucaq təhrif olmur. İstiqamət və bucaq təhrif olmur. Bərabər bucaqlı. İstiqamət və bucaq deyir təhrif olmur. Bərabər bucaqlı, bəli. Bucaq təhrifi çox, sahə təhrifi olmur. Bu da bu ixtiyarı. Bəli. Sonra dənizçilik, naviqasiya xəritələrinin tərtibində istifadə olunur. Bu da bərabər bucaqlı. Düzdür. Hansı oldu? Heç baxmadım. Y bəndi müəllimə. Y. Y bəndi, hə. Bəli. Nərgiz müəllimə 21.
Şəkil sxemdəki dağların yaşa görə aid olduğu qrupu və hansı dağların bu sxemə uyğun gəldiyini müəyyən edin. Qədim dağ təsvir edilmişdir. A variantı olur. Kap, Ural, bir də böyük su ayrıcı. Çünki dağın zirvəsi yassı göstərilibdir da burada. Buna baxın. Legal. Onda bu səhvdir. Aha, düzdür müəllimə, düz. Baxdım, burada mən elə bilirdim ki, olmadı. Yo, düzdürsünüz. Cavabda problem var. 22. Şuxudarın yaşının müəyyən edilməsinin hansı üsulları var? Mütləq yaşı var idi, bir də nisbi yaşı var idi. C. C variantı. Eyni geoloji dövrə aid olan dövrləri müəyyən edin. Trias mezozoik idi, Devon, Paleozoik, Silur, Paleozoik, Paleogen, Kainozoik idi, Jura, Mezozoik. Deməli, Devon, Silur, bir də Perm 2, 3, 6 A variantı. Düzdür. 46. 24. Dağ mərcənmə mərhələlərini geoloji yaşının artmasına görə sıralayın. Deməli, ən qədim Baykal idi. Baykal, Kaledon, Hersin, Mezozoik, Alp. 2, 3, Baykal, Kaledon. 1, 5, 4. Hansı variant? B variant. Biz çıxdım bir dəqiqə. Burada 25. Deyir ki, müvafiq olaraq ən qədim və ən cavan geoloji eraları müəyyən edin. Bəli, ən Ən qədim. qədim Arxe idi, ən cavan da Kainozoik idi. D variantı. 25-də oldu D bəndi. Şəlalə müəllimə 26. Xəritə sxemdə rəqəmlərə müvafiq gələn düzənlikləri müəyyən edin. Rəqəmlərə uyğun gələn düzənlikləri. Bir müəllim Acınohur Ceyrançöl düzüdür. Acınohur. Orada müəllimə cavablarda Acınohur Ceyrançöl yoxdur. Cavaba baxın zəhmət olmasa. Tamam. Bir Qanıq Əyri çay. Lira B. Sonra 3 Gəncə Qazaq. 4 Şirvan düzü. 4 Şirvan düzdür. 4C. 2 də Nil düzüdür müəllim. Bəli, tamamilə doğru. 26-da oldu A. 27-yə baxın müəllimə. 27. Alp qırışıqlığı zamanı əmələ gələn dağlar. Alp qırışıqlığında. Ant, Qafqaz, bir də Atlas dağları. Demək 2, B, 4, 5 C bəndi düzdür. Comolonquma və Bazardüzü zirvələri arasında kəsmə yüksəkliyin 400 metr olduğunu nəzərə alaraq neçə horizontal çəkmək olar? Comolonquma və Bazardüzü zirvələri arasında kəsmə yüksəkliyin 400 metr. Əvvəlcə nə edirik? Bunların 8848-dən 4466-ını çıxırıq. Fərqi tapırıq, bəli. Sonra onu 400-ə bölürük. Edir 10. 10 olur. 10. 10 üstünə 1 gəlirik. M plus 1. O da edir 11. 11 horizontal. Bəli. 29-a baxaq. Həmişə 1 gəlirik. Bax onun üstünə. Yadımızda saxlayın. 1. Aha. Növbətiyə baxın. Qafqaz, Himalay, Tian-Şan dağ silsilələri üçün ümumi əlamətlər. Qafqaz, Himalay, Tian-Şan. Fəaliyyətdə olan vulkanlar yoxdur. Ümumi əlamətlər. Qafqazda, sönmüş. Bunu götürə bilərik məncə. Yoxdur. Fəaliyyətdə üçündə də yoxdur müəllim. Elə. Bəli, 1. Fəal seismik ərazilərdir, düzdür. Bəli. Qaldı 2. Litosfer tavalarının divergent sərhədinə uyğun gəlir, səhvdir. Allah. Zirvələri,
5000-dən yüksəkdir. O da düzdür müəllim. Əlasınız. 1, 2, 4. Qazan. Yenidən törənmiş qədim dağlardır. Qədim deyirlər müəllim bunlar. Bəli, tamamilə doğru. Cavab 1, 2, 4. 30-a baxın müəllimə. Uyğunluğu müəyyəndir. Kordilyer, Alp, Himalay, Orta Atlantik. Bəli, Kordilyer dağlarına Karpat aiddir. Qayalı dağlar, Zagros, Sierra Nevada. Kordilyer, Karpatın Kordilyerdə nə işi var? Burada olar Kordilyerdə qayalı, bir də Sierra Nevadalar. Sierra Nevada. Qayalı dağlar, Bəli, Sierra Nevada. Meksikada. Alp Himalaya aiddir. Karpat dağları. Sonra müəllim, Zagros da aiddir müəllim. Zagros dağları. Zagros da aiddir. Orta Atlantika. Orta Atlantika da qalır İslandiya. O yer səthinə çıxır, onu dediydi. Yer səthinə çıxır. Çox sağ olun müəllimə. Dəqiqə. Sağ olun. Kimdə qalmışdı? Məndə. Buyurun müəllimə, buyurun. Kaynozoy erasının dövrlərini cavandan qədimə doğru ardıcıl yazın. Kaynozoy. Kaynozoyun nə idi? Paleogen, neogen bunlar idi da. Bir də antropogen. Cavandan qədimə dediyi üçün antropogen, neogen, paleogen gedirik. 2 müəllimə. Dağlar, dağ əmələ gəlmə mərhələləri, yenə bunlar mənə düşdü. Sxoti, Alin, Karpat, Appalaç. Karpat adda, Sxoti, Alin, Appalaç. Sxoti, Alin Mezozoyda. Sxoti, Alin, Mezozoy. Mezozoy, sonra? Karpat altda. Bircə dəqiqə, çox üzr istəyirəm. Buradan bildiriş gəldi. Nəysə, qalsın. Aha. Karpat, Alpda, düzdür. Appalaç. Appalaçda Kaledon Hersin. Düzdür. 3-ə baxaq. Xəritə sxemdə göstərilən məntəqələrdə hansı geoloji eranın süxurları yayılmışdır? Bu da çətin oldu, deyəsən. C-də. A. Paleogen. İdi çətin. A. Paleogen. Düz. Daha doğrusu Paleozoy. Paleozoy, hə. Aha. B. B. Kaynozoy. Bəli, era deyirdi. Kaynozoy. C. C-də Kaynozoydur da. C. Hündür dağlar. Hündür. Alpda. Sizdə Mezozoy. Mezozoy qarışdırdım. 4-ə baxın. Coğrafi ifadələrə uyğun gələn terminlər. Yerin səthinə qaynar gil palçıq kütləsi çıxır. Daha çox neftli qazlı sahələrdə bu şeydir, palçıq vulkanları, geyzerləri idi, palçıq vulkanları idi. Neftli qazlı ərazidə palçıq. Bəli, palçıq vulkanları. Xarici qüvvələrin relyefə təsiri nəticəsində süxurların dağılması, aşınması bu şahid dağlar, yoxsa xarici qüvvə? Dağılma, aşınma nədir? Dağılması, aşınması. Denudasiya. Denudasiya, hə. Yarğanın inkişafının son mərhələsində yaranan dibi kol və ot bitkiləri ilə örtülən dərin dərələr. Yarğanın, ay Allah, bunlar adları yadımdan çıxıb. Müəllimə, 10-cu sinifdən demişdim oxuyun da. Orada dedim əjdaha dərslər var Azərbaycana aid. Oxuyun ki, testi yaxşı işləyin deyə. Qobu. Qobu. İndi 5-ə baxın. Xəritə sxemdəki rəqəmlərə uyğun gələn coğrafi obyektlər. 1 Muğan düzü. 2 Talış dağları. Düzdür. Muğan, 2 Talış. 3
3-də nə idi? Böyük Qafqaz Qusar dağlarının maili düzənliyi müəllim. Qusar Qusar maili. maili Evet. göy tərəfdə də öyle idi, ona görə çaşdım. Bu Samur Dəvəçidir, bu uca Qusardır. Hə, Qusar maili düzənliyi. Nərgiz müəllim 6. Mətndə buraxılmış sözləri əlavə edib yazın. Platformalar daha sabit sahə olub, materiklərin mərkəzi hissəsində yerləşir. Olar elə. Olur. Onlar geosiqnalın inkişafının sonuncu mərhələsində yaranmışdır. Düzdür. Platformalar quruluşuna görə platformalar quruluşuna görə Quruluşu. quruluş. O kristallik növrə. Bəli və Bir də örtük qatlarından ibarətdir. düzdür. Konstruksiyasında tərtib olunmuş xəritə sxemində nöqtələrlə verilmiş əraziləri təhrif atma ardıcıllığına əsasən müqayisə edin. Konus proyeksiya 48 dərəcə ilə 62 dərəcə arasındaydı. İndi burada bunu tapaq. Demək, ən az D-dədir. Sonra getdikcə A-da A, D, A, B, C, Y. Düz dedim. Elə bil ki, D-dən sonra A-dan da bir-birinə bərabərdir. Fikir verin, belə. Sonra artma deyirsiniz C, sonra da Y. 8. Ərəbistan və Avrasiya litosfer tavalarının toqquşması Azərbaycan ərazisinin geoloji cəhətdən yaranmasına səbəb olmuşdur. Davamlı tektonik hərəkətlər nəticəsində əvvəlcə dağlıq, sonra düzənlik ərazilər tədricən qalxmalara məruz qalmış və indiki müasir formasını almışdır və Azərbaycanda tektonik proseslər hələ də davam edir. Mətnə əsasən tədricən qalxma ərazilərini kontur xəritədə göstərin. Yəni hara qalxır tədricən? Böyük Qafqaz tektonik qalxması, bir də Kiçik Qafqaz. Murov, Cəsur dərələyəz. Zəngəzur zıldadı var. Bir də ki, Talış. Aha. İndi burada Dağlıq ərazilər. İndi deyir, onların adını yazın. Böyük elə odur da, Böyük Qafqaz. Necə? Burada yazılır. Bir baxın bura. Onda da deyir ki, ona aid olan əraziləri müəyyən edin də. Siz bir dənə bu xəritəyə baxıb bizə aid edin əraziləri. Bu qədər. Məsələn, birinci Ön Qafqaz çəkməsidir. Bura aiddir Şollar düzü, Samur Dəvəç ovalığı. İkiyə aiddir Yan silsilə, Abşeron, Böyük Qafqazın cənub yamacı. Sonra 3-ə aiddir Qanıq Əyriçay, Acınoxor Ceylançöl, mərkəzi düzənliklər. Bir də orada Ceyhan İncə Hərami düzənlikləri, Lənkəran ovalığı və Kür ərazinin düzləri aiddir. Kiçik Qafqaz qalxmasına da Qarabağ vulkanik ailəsi, Qarabağ, Murovdağ, Zəngəzur, Talış dağları, Dərələyəz. Bir də burada Naxçıvanın düzləri aid idi. Sədrə Şərif, Onlar Gülüstan Yərçi orduda. Bəli, o digər əvvəlki düzlər amma o da Araz boyu aid idi. Bəli, tamamilə doğru. Demək, burada biz qaldıq 10-da. Siz 10-dan 30-a qədər B variantını işləyib mənə atırsınız. Mən də cavabları atacağam. Bax, 10-dan 30-a qədər özdə çətin yeri gedib, azan yeri qalıb. Bunu işləyib atırsınız. Sabah Allah qismət etsə 3 də dərsimiz olacaq. 4 dənə dərsi təkrar soruşacağam. Yerin Günəş ətrafında, öz ox ətrafında hərəkəti, məsəl üçün oradan buradan verəcəm planetlər haqqında, o nəzəriyyələr filan var idi. Şumid, Fesenkov. Bax bu haqqda soruşacağam. Bir də sertifikasiya sınağı işləyəcəyik. Sertifikasiya sınağı sabahın işi budur. Sabaha sadəcə 6-cı günə də yəqin ki təkrar verəcəm. İndi sabah deyəcəm sizə 6-cı gün nə edəcəyimizi. Yaxşı? Maliyyə birdən yaza bilmədim. Yazdım mən.